Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Mama Ana Təbiət Beynəlxalq İncəsənət sərgisi açılıb. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Heydər Əliyev Fondunun, İdeya İctimai Birliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva çıxışında Mama Ana Təbiət sərgisində 31 ölkədən 54 rəssamın əsərlərinin təqdim olunduğunu vurğulayaraq, bu əsərlərin incəsənətin sərhədləri aşaraq təbiəti qorumaq istəyinin ifadəçisi olduğunu bildirib. Sərginin təşkilatçılarına, layihəyə qoşulan rəssamlara təşəkkürünü ifadə edən Leyla Əliyeva, layihənin Bakıda başlandığını, daha sonra Bəhreyn, London, Roma və Tbilisidə təqdim olunduğunu diqqətə çatdırıb. Sərginin dünyanın ən yaşıl şəhərlərinin birində, Berlində təşkilindən məmnunluğunu ifadə edən Leyla Əliyeva əsas diqqəti iqlim problemlərini yaratdığı fəsadlara cəlb edərək Azərbaycanın müxtəlif ekosisteminin də bu təsirlərdən yan keçmədiyini vurğulayıb. Xəzər dənizinin səthinin kiçildiyini, Xəzər su itisi və Xəzər nərəkimləri kimi nadir canlı növlərinin tədricən yox olduğunu qeyd edib. Rəhbəri olduğu İdeya İctimai Birliyinin bütün layihələrinə yaradıcılıq və pozitiv ruhla yanaşdığını deyən Leyla Əliyeva təbiətin mühafizəsi məqsədi ilə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində 1 milyondan çox ağac əkildiyini qeyd edib. Nadir heyvan növlərinin qorunması, məktəb və universitetlərdə tələbələrə təbiətin mühafizəsinin vacibliyinin təbliği istiqamətində, eləcə də suya qənaətlə bağlı bir damcı layihəsi çərçivəsində görülən işləri diqqətə çatdırıb. Qeyd edək ki, müasir rəssamlar qrupunun heyrətamiz yaradıcılığının bəhrəsi olan Mama Ana Təbiət İncəsənət layihəsinə 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Mərkəzində start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti və İdeya İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın ideya müəllifliyi ilə konseptual şəkildə hazırlanmış sərgi təbiəti pasiv bir fon kimi deyil, əksinə canlı, qidalandırıcı, davamlı və bərpa edici əsas qəhrəman kimi təqdim edir. Sərgi iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədi ilə Bakı, Manama, Roma, London və Tbilisidə uğurla təqdim olunub. Layihənin Berlin mərhələsi də öz missiyasını davam etdirərək ekologiya, dayanıqlılıq və mədəni müdriklik mövzularında qlobal dialoqu təbliğ edir.